Bəzilərinin irəli sürdüyü kimi, Seyid Müçtəba Xameneyinin yeni vəli fəqih təyin edilməsi, hakimiyyətin irsi şəkildə ötürülməsi sayılırmı? Bildiyiniz kimi, bu şübhə bugün çox geniş şəkildə irəli sürülür. Mənim üçün və İslam Respublikasının xeyrini istəyən bütün möminlər üçün bu təyinat böyük bir müjdədir. Çünki bu təyinat Amerikalıları qəzəbləndirdi, Tel Əvivi qəzəbləndirdi və xüsusilə Benyamin Netanyahunu çox qəzəbləndirdi. Buna görə də mən bunu həqiqətən bizim üçün böyük bir müjdə hesab edirəm. Lakin bu şəxsi nikbinliyimi bir kənara qoysaq, bu emosional bir nikbinlik deyil. Bu, Ruhullah Xomeyninin sözünə tabe olmaqdır. O demişdi ki, əgər Amerika sizdən razı qalsa, bilin ki, siz səhv yoldasınız. Beləliklə, indi Amerikanı və Netanyahunu qəzəbləndirən bu təyinatı biz İslam Respublikası üçün, eləcə də bu dünyadakı bütün azad insanlar və məzlumlar üçün çox böyük bir müjdə hesab edirik. Hər halda, bunu bir kənara qoyaraq soruşaq, bu təyinat hakimiyyətin irsi ötürülməsi hesab olunurmu? Biz bilirik ki, hakimiyyətin irsi şəkildə ötürülməsi qəbul edilən bir şey deyil və mən də bunu qəbul edirəm. İrsi hakimiyyət doğru deyil. Amma bu həqiqətən irsi hakimiyyətdirmi? Əslində bu şübhəni irəli sürən şəxs, vəli fəqih vəzifəsini kral, şəxsadə və ya imperator kimi dünyəvi vəzifələrlə qarışdırmışdır. Halbuki vəli fəqih vəzifəsinin mahiyyəti tamamilə fərqlidir. Bu barədə qısaca bir neçə məqam qeyd edək. Birincisi, irsi hakimiyyət o zaman olur ki, bir şəxsin hakimiyyəti olsun və o hakimiyyəti oğluna, qardaşına və ya başqa bir qohumuna ötürsün. Burada isə belə bir şey baş verməmişdir. Çünki Ali Xameneyi şəhid olmuşdur və buna görə də hakimiyyəti kiməsə miras qoyacaq bir səlahiyyətə malik deyil. Üstəlik, İslam Respublikasının konstitusiyasında hakimiyyətin irsi ötürülməsi adlı bir anlayış yoxdur. Əksinə, rəhbəri seçən bir ekspertlər məclisi mövcuddur. İkincisi, irsi hakimiyyət adətən dünyəvi və fayda gətirən vəzifələrdə olur. Halbuki, vəli fəqih vəzifəsi, xüsusilə indiki dövrdə, çox həssas və çox təhlükəli bir vəzifədir. Xüsusilə, rəhbərlərin şəhid olmasından sonra. Bu müharibədə 50-dən çox rəhbər şəhid olmuşdur. Bəs yeni vəli fəqihin sevinəcəyi dünyəvi fayda haradadır? Əksinə, o özünü çox təhlükəli bir mövqeyə qoymuşdur. Çünki təhlükə təkcə onun həyatına deyil, hətta ailəsinə də yönələ bilər. Həmçinin, vəli fəqihin şərtlərindən biri də odur ki, o adil olsun, hakimiyyətə düşkün olmasın və şəxsi mənafeylər üçün hakimiyyət axtarmasın. Əgər o hakimiyyəti dünyəvi məqsədlər üçün istəsə, ekspertlər məclisi onu izləyir və nəzarətdə saxlayır və dərhal vəzifədən uzaqlaşdıra bilər. Hətta əgər o dünyaya, halal olanına belə meyil göstərsə, dərhal vəzifədən kənarlaşdırılır. Çünki vəli fəqih olmağın şərtlərindən biri dünyaya bağlı olmamaqdır. Əgər ondan dünya sevgisi görünsə, məsələn saraylar tikmək, bahalı avtomobillərə minmək, kimi bəzi körfəz krallarının etdiyi kimi, ekspertlər məclisi onu vəzifədən uzaqlaşdıracaqdır. Ekspertlər məclisi hər 6 ayda bir toplanaraq vəli fəqihin uyğunluğunu müzakirə edir. Üçüncüsü və sonuncusu, irsi hakimiyyət o zaman olur ki, bir şəxs sadəcə filankəsin oğlu olduğu üçün, əslində isə səlahiyyəti olmadığı halda vəzifəyə gətirilsin. Biz bunu çox ərəb rəhbərlərində görürük. Orada rəhbərin oğlu rəhbər olur, halbuki siyasətdə heç bir təcrübəsi olmaya bilər. Sadəcə həmin rəhbərin oğlu olduğu üçün. İslam Respublikasında baş verən isə belə bir şey deyil. Birincisi, o atasının gücü ilə təyin edilməyib, əksinə onda səlahiyyət olduğu üçün seçilmişdir. İkincisi isə, onu seçən 88 müctəhid, alim və təqvalı şəxslərdən ibarət və xalq tərəfindən seçilmiş ekspertlər məclisi olmuşdur. Deməli, o irsi şəkildə təyin edilməyib, əksinə, ekspertlər məclisinin qərarı ilə seçilmişdir. Bəziləri deyə bilər, amma onun atası İmam Xameneyi idi. Biz deyirik ki, atasının İmam Xameneyi olması onun səlahiyyətini aradan qaldırırmı? Bu belə bir həkimə bənzəyir. Nüfuzlu bir universiteti bitirmiş və həkim olmaq üçün bütün səlahiyyətə malikdir. Amma onu həstəxanaya işə götürmək istəyəndə, deyirlər ki, səni işə götürə bilmərik, çünki sənin atan da həkim olub. Atanın oğluna nə əlaqəsi var? Oğlu sadəcə atasının həkim olması səbəbindən öz səlahiyyətini itirirmi? Buna görə də bu sözləri qəbul etmək mümkün deyil. Həqiqətən də, Seyid Müçtəba Xameneyi,
Allah onu qorusun, ona görə təyin edilmişdir ki, o bu vəzifə üçün lazımi səlahiyyətə malikdir və ekspertlər məclisi onda bu bacarığı görmüşdür. Biz uca Allahdan diləyirik ki, İslam Respublikasını qorusun və onu izzətli etsin. Həmçinin, Seyid Müçtəba Xameneyiyə uğurlar versin. Biz rəhbərlərimiz üçün həmişə belə dua edirik. Allahım, ona haqqı haqq olaraq göstər və ona tabe olmağı nəsib et. Batili də batil olaraq göstər və ondan uzaqlaşmağı nəsib et. Allahım, bu dövrdə bizi təkəbbürlülərə qarşı qalib et. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavatı, Mühəmməd və onun pak əhli beytinə olsun.